Sel sularının vurduğu ziyan aradan qaldırılır. Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən güclü leysan yağışları və yaranan sel suları nəticəsində zərər dəymiş ərazilərdə yenidən qurma işləri aparılacaq. Ayrılan vəsaitin evlərin bərpası, yeni fərdi yaşayış evlərinin tikintisi, infrastrukturun təmiri, eyni zamanda kompensasiya ödənişləri üçün istifadəsi nəzərdə tutulub. Prezidentin ehtiyat fondundan böyük bir vəsait ayrıldı. Burada sel sudan zərər çəkmiş vətəndaşların evlərinin bərpasına da vəsait ayrılır. Bu bir daha göstərir ki, vətəndaş heç bir zaman problemi ilə üzbəüz tək qalmayacaq. Dövlət onun yanında olacaq. Bununla belə çox istərdim ki, vətəndaşlar əmlaklarını sığortalasınlar və bu zaman artıq evlərinin bərpası üçün vəsait axtarmalı olmayacaqlar. Sərəncama əsasən Fövqəladə Hallar Nazirliyi tərəfindən regionlarda sel sularının təsirinə məruz qalan evlər yenidən tikiləcək. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi isə sel sularının qarşısının alınması üçün çaylarda bəndlərin inşası, kanalizasiya kollektorlarının bərpası istiqamətində işlər görəcək. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən zərər görmüş yollar bərpa ediləcək. Azərşıq tərəfindən isə elektrik şəbəkələrinə dəymiş ziyan aradan qaldırılacaq. Çeşlə qəsəbəsində də çirkab suların təsirindən məruz qalmış 61 fərdi yaşayış evində təmir aparılacaq. Yararsız vəziyyətə düşmüş məişət əşyalarına görə maddi yardım göstəriləcək. Həmçinin burada yaşayan sakinlərin 3 aylıq kirayə haqqı da ödəniləcək. Vətəndaş öz mülkünü sığorta etməlidir və belə bir situasiyalarda, fövqəladə vəziyyətlərdə hansısa bir səbəbdən vətəndaşın mülkünə əgər xətər ziyan dəyirsə, həmin sığorta şirkəti tərəfindən bu zərər ödənilməlidir. Ölkə başçımız məhz bu sərəncamla bir daha sübut etdi ki, Azərbaycan sosial dövlət quruculuq prosesində yaşayır, sosial rifah dövləti quruculuq prosesində yaşayır və dövlət vətəndaşın yanındadır. Fövqəladə vəziyyətdə, ekstremal situasiyada vətəndaşların həyatını çətinləşdirən situasiyada dövlətin bir daha vətəndaşın yanında olduğu özünü göstərdi. Evləri ziyan görmüş vətəndaşlar işlərin icra mərhələsini səbirsizliklə gözləyirlər. Bizim evlərdə kuxna meblidir, paltar yuyan, xaldenik, kravatdır, şifanerdir. Bildiyiniz kimi də evdə nə yararlı şey varsa hamısı məhv olub, pullanmışıq. Yararsız kanalizasiya suyu və xəstəlik yaradır, dizenteriya, bir nömrəlik. Bununla bağlı indi dünənlər qərar qəbul olunub ki, dəyən ziyanın qarşılanmasına bağlı biz minnətdarlığımızı bildiririk cənab prezidentə. Dəyərləndirmə veriləcək və ona uyğun biz öz evlərimizi təmir edib, məişət əşyalarını alıb yenidən köçməyimizə görə. Bir sözlə ayrılan vəsait yalnız cari zərərlərin aradan qaldırılmasına yox, həm də gələcəkdə analoji halların qarşısının alınmasına sərf olunacaq. Prezident İlham Əliyevin operativ qərarı ilə dəymiş ziyanın aradan qaldırılması, eləcə də gələcək risklərin azaldılması istiqamətində atılan addımlar dövlət idarəçiliyinin səmərəliliyini və vətəndaşlara qayğının göstəricisidir.